Salam dostlar, bu videoda fiskal blok imtahanınızda karşınıza çıkabilecek 3 vacip sual tipine bakacak. Suala bir atım bir şekilde izleyeceğim ki sualları daha rahat ve etraflı bir şekilde başa düşebilirsiniz. Bir hatırlatma daha edeyim ki videoları beğenmeyi, kanala abone olmayı ve videoya şərh yazmayı unutmayın. O zaman başlayaq. Birinci sorumuz 6. sualdan başlayaq. Üzerine M2 bərabər 2 kg kütləli cisim qoyulmuş en büyük kütləli cismə x istiqaməti F1 bərabər 80 Newton və F2 bərabər 40 Newton qüvvələr təsir edir. Cisimlərin aldığı təcili 4 metr bölü saniyə kvadrat olarsa en büyük kütləli cismin kütləsini hesablayın. Kilogramda hesablayın. M1 cisim arasında M1 ile aşağıdaki set arasındaki sürtünmə nəzərə alınmır. İlk önce biz burada Newton'un ikinci kanunu yazaq. Newton'un ikinci kanunu F əvəzləyici bərabərdir M A əvəzləyiciyə. İndi F əvəzləyici nədir? M1 və M2 kütləli cismə iki dənə qüvvə əks istiqamətdə təsir etdiyi üçün F əvəzləyici bu qüvvələrin fərqinə bərabər olmuş olacaq. Ona görə yazırıq F1 çıxılsın F2 bərabərdir. M nədir? M ümumi deməkdir. Yəni burada nə qədər kütlə var? M1 və M2 kilogram kütləli cisimlər olduğu üçün belə yazırıq. Yəni bunlar toplayırıq. Olur belə M1 üstəgəlsin M2'ye vurulsun. A əvəzləyici də sabit olsun. Yeni yazırıq A əvəzləyici. İndi bizə burada ilk öncə nə soruşur? M1 kütləli cismin kütləsini hesabla. İlk öncə mən burada M1 plus M2'ni tapıram. M1 plus M2 bərabərdir. F1 çıxaq F2 F1 çıxaq F2 bölünsün. Yəni bu F1 çıxaq F2'ni bölürəm bu A əvəzləyici. Bölünsün də A əvəzləyici. O da bərabərdir. F1 nə qədər idi bizdə? F1'ə baxırıq. Demək F1 bizdə 80 Newton, yeni yazalım 80 Newton 80 çıxsın F2 də 40 Newtondur. Bölək A əvəzləyici nə qədərdir? A əvəzləyici də bizə verib 4. Demək yeni yazalım 4. Bölünsün 4. 80 çıxır 40, 40 da 4'ə böləndə deyir 10. Deməli M1 plus M2 10'dur. M1 də buradan tapsam nə olur? 10'dan çıxmalıyam M2'ni. İndi M2 bizə nə qədərdir? M2 bizə burada verib 2 kilogram. Ona görə yeni yazalım 2. Deməli olur 10 çıxılsın 2. O da bərabərdir. 10'dan 2 çıxanda bizə verir bu 8 kilogram. Deməli M2 kütləli cismin kütləsi nə qədər olur? 8 kilogram bərabər olmuş olur. Yəni cavabımız olacaq 8. Cavabımız olacaq 8. Deməli sual bir dənə təkrar izah eləsək, ilk öncə biz Newton'un ikinci qanunu burada istifadə edib bu məsələni həll edirik. Yəni F əvəzləyici bərabərdir M A əvəzləyici yazırıq. F əvəzləyici yenə bu iki cisimə təsir edən qüvvələr əks istiqamətə yönəldiyi üçün F1 çıxır F2 yazırıq. M ümumi də M ümumi deməkdir. M ümumi də yerinə M1 plus M2 yazırıq. Vuraq A əvəzləyici. Buradan da M1 plus M2'ni tapırıq. Yəni F1 çıxır F2 bölək A əvəzləyiciyə bölək M1 plus M2'ni tapırıq. F1'in yerinə 80, F2 yerinə 40 yazılır. 80'dən 40'ı çıxıb bölürük 4'ə. 40'ı da 4'ə böləndə 10. M1 də tapanda 10 çıx M2, yəni 10 çıx 2 bərabərdir 88 kilogram. Deməli cavabımız olacaq 8, yəni cavabımız da 8 olur çünki açıq variantdır. Cavabımız olacaq 8. İndi keçək növbəti suala. İkinci sualımızda 80-ci sualına davam edirik. Düzxətə hərəkət edən 4 kg kütləli cismin qaynaq zamanası qrafiki, yəni parabola verilmişdir. İlk 2 saniyə müddətində bu cismin təsir edən qüvvələrin vəzifəsi modulunu hesablayın. Cavabı Newton'la ifadə edin. İlk önce biz qaynaq zamanası qrafikinə baxırıq. Görürük ki 0'dan 2 saniyə, yəni 2 saniyə müddətində qrafik maksimal nöqtəyə qalxıb. Maksimal nöqtəyə qalxır, yəni bu nöqtəyə qalxaraq burada koordinatın maksimal qiymətini, yəni burada 10'u almış olur. Deməli x max nəyə bərabərdir? X max 10'a bərabərdir. Və biz də bilirik ki, əgər qrafik parabolasa, deməli bu bərabər tərcih hərəkəti və bərabər tərcih hərəkəti x max'ın 3'lərin üssü var. Bunu əvvəlki videolarda da qeyd etmişdim. X max bərabərdir. Ve 0'ın kvadratı bölünsün 2a. AT kvadratı bölünsün 2. AT kvadratı bölünsün 2. Bir de V0T bölünsün 2. V0T bölünsün 2. İndi bizde T var. Bakın bizde T var. T2'de bu arada T'ni buraya yazdım. 2. T beraber 2. Ve bize burada T varsa, X max da varsa biz anı tapması. Deməli biz X max bərabərdə AT kvadrat bölü 2 düzünü istifadə edə bilərik. Onu da buraya yazarım. X max bərabərdir. X max bərabərdir. AT kvadratı bölünsün 2. İndi X max nə qədərdir? 10. 10 bərabərdir. AT kvadratı bölünsün 2. Ben buradan anı tapsam nə olar? A bərabərdir. 2 vurulsun 10 bölək T'nin kvadratı. Deməli 2'ni 10'a vursam nə qədər edir? 20. T'də nə idi? 2'dir. 2'nin kvadratı edir 4. 20 ilə 4'ə böləndə edir 5. Deməli A nəyə bərabərdir? A 5'ə bərabər olmuş olur. Və bizdən də soruşur ki, burada qüvvələrin vəzifəsi modulunu deyir hesabla. Qüvvələrin vəzifəsi modulda F əvəzləyicinin hesablanır. F əvəzləyici nəyə bərabərdir? M
A əvəzləyiciyə. Deməli, A-nı tapsın neçə? 5. Yeni yazırıq 5. Bura M nə qədər idi? M də şərtdə bizə verilmişdi burada. Baxaq. İngilizcə 4 verim. Deməli, M 4-dürsə əgər, deməli, deməli, M-in yerinə də 4 yazırıq. 5-də 4-ə vuran deyirik 20. Deməli, cavabımız olacaq 20 Newton. Yəni, cavabımız olacaq 20 Newton. Deməli, açıq sual olduğu üçün cavabımız olacaq burada 20 Newton. Sual bir də təkrar izah eləmiş olsa, ilk öncə bizə x-in tangensli qrafiki, yəni parabola verir. Parabola verirsə, bu bərabər tərcih hərəkətlidir. Bərabər tərcihli hərəkətdə də x max düstur V0 k bölü 2, at kvadrat bölü 2, bir də V0 t bölü 2 düsturundan hesablanır. Ancaq bizə burada tərcih lazım olduğu üçün və t də verildiyi üçün, x də verildiyi üçün biz burada x max bərabər at kvadrat bölü 2 düsturundan istifadə edək. A-nı buradan tapmış olduq. A, yəni 10 bərabər at kvadrat bölü 2 və buradan A-nı tapanda 2 bərabər 10 bölü t kvadrat, yəni 2 bərabər 10 20 bölünsün 2-nin kvadratı, yəni 4. 20-ni də 4-ə bölürük, edir 5. A əvəzləyici 5-dir. Buraya yazım A əvəzləyici. Əgər A əvəzləyici 5-dirsə və bizə də F əvəzləyicinin, yəni qüvvənin əvəzləyicisini soruşur. O da M A əvəzləyicidir, yəni M A əvəzləyici, o da bərabərdir 5 və 4, o da bərabərdir 20 Newton. Yəni cavabımız olacaq burada 20 Newton. İndi keçək növbəti sualımıza. Üçüncü sualımızın 17-ci sualına davam edirik. Hamar üfüqi müstəvidə qoyulmuş M2M və 3M kütləli 3 cismin uzanmayan və çəksiz saplarla bir-birinə bağlanmışdır. M kütləli cisim F qüvvəsilə dartılır. Sapın təbii gəlmə qüvvəsi Y Newtonlarsa, təbii gəlmə qüvvəsini hesablayın. Cavabı Newtonla hesablanır, sürtünmə qüvvəsinin nəzərə alınmır. Biz ilk öncə burada nə edirik? Birinci baxırıq ki, F qüvvəsi M2M və 3M, deməli 6M kütləli cismi dartır. Təbii gəlmə qüvvəsi isə 2M və 3M 5M kütləli cismi dartır. Təbii gəlmə qüvvəsi 3M kütləli cismi dartır. Deməli, mən burada təbii və təbii arasında bir asıllıq qurarıq və buradan təbii taparıq. O da hansı asıldır? Mütənasiblik asıllığı. Yəni deyirəm ki, əgər təbii gəlmə qüvvəsi, baxıram görürəm 2M və 3M var, deməli option nə qədər kütləli cismi dartır? 5M. Deyirəm ki, təbii gəlmə qüvvəsi 5M kütləli cismi dartırsa, indi baxıram T2. T2 nə qədər dartır? T2-də görürəm ki, burada 3M dartır. Baxın, təbii gəlmə qüvvəsi 2M və 3M, 5M də artır. Təbii gəlmə qüvvəsi sırf bunu dartır, yəni bax sırf bunu, yəni 3M kütləli cismi. Onu bir də buraya yazıram 3M. Və burada mən T2 gəlmə qüvvəsini tapsam, deməli, T2 gəlmə qüvvəsi bərabərdir. T1 vuran 5-ə, T1 vuran 3M bölünən 5M. Yəni T1 vurulsun 3M bölünsün 5M. Və buradan M-lər xısar getsə, qalır nə? T1 vurulsun 3 bölünsün 5. T1'in nə qədərdir? 20. Yeni yazıram 20 vurulsun. Bu nə qədərdir? Hə, bunlar da olduğu kimi hesablayıram da. Deməli 23-ə vururam 60. 60-da böləm nəyə? 5-ə. Bir dəqiqə. Deməli 60-ı da bölürəm 5-ə. 60-da 5-ə bölən deyilir. Bu 12 Newton düşmüş oldu. Deməli T2 gəlmə qüvvəsi 12 Newtona bərabərdir. Yəni yazıram yenə T2 bərabərdir 12 Newton. Cavab olacaq T2 bərabərdir 12 Newton. Sonra bir də təkrar izah eləmiş olsaq, dedik ki, biz burada mütənasiblik əmsalından istifadə edirik. Yəni təbii gəlmə qüvvəsi 2M, 3M, 5M kütləli cismi dartır. Yerinə yazıram T1 5M kütləli cismi dartırsa. T2 də 3M kütləli cismi dartır. Yəni bu T2 gəlmə qüvvəsi sırf bu 3M kütləli cismi dartır. Ona görə T2 yerinə yazıram 3M. Və buradan da yəni təbii gəlmə qüvvəsi 5M kütləli cismi dartırsa, T2 gəlmə qüvvəsi 3M kütləli cismi dartır və buradan mütənasiblik quraraq T2 bərabərdir. T2 tapanda T1 vururam 3M-ə. Yəni T1 burada vururam 3M, bölürəm buradakı 5M. Yəni yazılan T1 vuraq 3M bölünsün 5M, M-lik xısa gedir, qalır T1 vuraq 3 bölünsün 5, 20 vuraq 3 bölünsün 5, 60 bölünsün 5, o da bərabərdir 12 Newton. Yəni cavabımız olacaq 12 Newton. Bu bunun birinci üsulu, ikinci üsulunu da sizə deyə bilərəm. Əslində ikinci üsul da bununla eyni şeydir. Bu üsul, yəni burada yeni də izah eləmiş olum. İkinci üsul. Deməli, ilk öncə mən burada baxıram nəyə? Mən bilirəm ki, F qüvvəsinə də eyni əvəzləyici düşür. Təbii gəlmə qüvvəsinə də eyni əvəzləyici düşür. T2 gəlmə qüvvəsinə də eyni əvəzləyici düşür. Yəni mən buradan deyə bilərəm ki, təbii gəlmə qüvvəsinə düşən A1 əvəzləyici T2 gəlmə qüvvəsinə düşən A2 əvəzləyiciyə bərabərdir. Yəni yeni yazsam ki, A1 əvəzləyici bərabərdir A2 əvəzləyici. A1 əvəzləyici nədir? Yəni təbii gəlmə qüvvəsi bölünsün. Təbii gəlmə qüvvəsi neçə kütləli cismi dartır? 5M kütləli cismi. Deməli, yerinə yazılan 5M. 5M bölünsün. A2 də nədir? T2 bölək. T2 3M kütləli cismi dartır. Və burada da mən T2-ni tapsam nə olur? T2 bərabərdir 3M vuram T1-ə. Yəni 3M vurulsun T1 bölünsün neçə?
5m. M burada yeni x'e gedir, qalır 3 vurulsun 5, daha sonra 3 vurulsun 20 bölünsün 5. 3'ü 20 vuran edir 60, 60'da bölümlü şey 5'e, 60'da 5'e bölen edir 12 Newton. Demək yeni cavabımız 12 Newton alınmış olur. Yəni 2 üst sonunda istifadə edək, siz cavabı 12 Newton ala bilərsiniz. Yəni qısaca birinci üsul bədi, ikinci üsul bədi. İkinci üsul bir dənə təkrar eləmiş olsam, A1 əvəzici bərabər A2 əvəzici yazırsınız, T1 bölü 5 bərabər T2 bölü 3 yazırsınız və buradan da T2'ni tapırsınız 12 Newton. Yəni hər iki üsuldan istifadə etsəniz, yəni eyni cavabı almış olursunuz. Beləliklə bu videoda fizikadan blok imtahanınızda qarşınıza çıxa biləcək 3 value sual tipinə baxdıq. Əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videoya şərh yazmayı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.